Salamlar, kanalımıza xoş gəlmisiniz. Abunə olmağı da unutmayın. Biz ginekologiyadan və hamiləlikdən danışırıq. Sizin suallarınıza cavab verirəm. Sual belədir. Hamiləlik dönəmində depressiya, dəyişkən ruh halı körpəyə təsir edirmi? Çox hamilə xanım, pasiyentimiz elə bilir ki, hamiləlikdə əsəbləşəndə, qanı qaralanda uşağa nəsə mənfi təsiri olur. Bu elə dədə və vaxtından bu şəkildə bilinir. Hamiləlikdəki ananın keçirdiyi hallar uşağa mənfi bir təsiri yoxdur. Elmi cəhətdən birbaşa bilinən budur. Ona görə də qanı qaraldı, uşağa bir şey oldu deyə təzədən qanı qaralsın, belə bir hadisə olmasın deyə bilin ki, sizin qanınızın qaralmağınızın, əsəbləşməyinizin uşağa mənfi təsiri yoxdur. Amma bu o demək deyil ki, siz hamiləlikdə stres keçirtməlisiniz, qanınız qaralmalıdır. Ona görə də mən istərdim ki, bu sualdan yola çıxıb onu qeyd edeyim ki, hamilə xanım və onun ətrafındakılar öz orqanizminin də qeydinə qalmalıdırlar. Hamilə qadının da orqanizminə qeydinə qalmalıdırlar. Qadının özünü də düşünmədilər. Sadəcə bətnindəki uşağı yox. Ona görə də baxmayaraq ki, uşağa mənfi təsiri yoxdur, siz yenə də ruh yüksəkliyi ilə keçirməyə çalışın bu 9 ayı. Əlbəttə ki, hamiləlik hormonunun təsiri altında hamilə qadının psixologiyası həssaslaşır, yuxu rejimi pozulur, xüsusilə ilk 3 ayda qıcıqlı olur, axıra yaxın səbirsizləşir. Ətrafındakı insanlar həm fiziki olaraq, həm mənəvi, psixoloji olaraq qadının qayğısına qalmalıdırlar. Özü ilə məşğul olmalıdır, özü-özünə təlqinlə, müəyyən düşüncələrlə özünü sakit tutmağa, səbirli tutmağa çalışmalıdır. Bu arada sağlam bədəndə sağlam ruh olar, fiziki aktiv bədəndə də elə olur. Ona görə fiziki aktivliyi, təbiətlə iç-içə olmağı və sosial aktivliyi, yəni insanlarla ünsiyyətdə olmağı, dərdini bölüşməyi, gülüb danışmağı da unutmamaq lazımdır. Hamınıza sağlam hamiləlik arzulayıram. Sağ olun.